Amma 3-cü gecə və 4-cü gecə 3 mövzuya toxundum. 1. Peyğəmbərlərin əsl və son hədəfi nədir? Nə istəyirlər? Cavab: bəşəriyyətin daxilində olan kamil olma hissini təmin edərək Allaha qovuşturmaq istəyirlər. Bəşər daxilən, batinən kamil olmaq istəyir. Hamı kamilləşmək istəyirik. Yolun tapa bilmir bəşər, Peyğəmbər gəlir, yolun göstərir. Və o da Allaha qovuşmaqla mümkündür. Yaxşı, bunu Peyğəmbər necə eləyir? Bunu necə eləyir Peyğəmbər? Bir-bir gəlir insanları islah eləyir, tək-tək. Ömür yetməz ki. Yox, belə etmir. Peyğəmbər hər cəhətdən əlverişli olan bir mühit yaradır. Hər cəhətdən əlverişli olan bir mühit yaradır. Ki o mühitdə çox asandır insan gibi Allaha qovuşsun. Rahat bir mühit yaradır. Maniyələri götürür. Heç kəs insanın qabağında mani ola bilmir. Ki insan düz rahat gedib Allahına qovuşa bilsin. Hə, çət dünyadır bu. Çətinliklər olur, müəyyən imtihanlar yenə də olur. Bunlar öz yerində. Amma kimsə gəlsin, mani olsun insanın Allaha qovuşmasında bu yoxdur. Bunun qabağını alır. 3. Yaxşı, bu mühiti necə yaradır? Mühiti necə yaradır? Cavab: bu mühiti yaratmaq üçün tək eləyə bilməz Peyğəmbər belə bir mühit yaratsın. Fərd birinci insanları yetişdirir, xüsusi insanlar. Və həmən fərdləri həm aqil edir, həm aşiq. Bir tərəfli inkişaf getmir. Yalnız elmi tərəf. Allahın varlığını sübut eləyə bilər sənə. Adam var ha. Oturuşar sənin üçün Allahın varlığından saatlarla danışar. Amma adam da var, o qədər də azdır, məlumatı çox deyil. Amma aşiqdir, məhəbbəti çoxdur Allaha. Allahla ünsiyyəti var. Demir amma elm yox. Deyirəm, yəni yalnız əqli inkişaf insanı Allaha qovuşturmaz. Sırf əqaid dərsi ilə, əqaid bildüzdə yəni, əqaid yəni əqidə, tohid, nübüvvət, imamət. Sırf bu mövzularla insan Allaha aşıq olmur. Allaha bağlana bilmir, ünsiyyət qura bilməz. Bununla yanaşı başqa bir işlərdə görməlidir. Neynəməlidir? Dualar, münacatlar, xüsusi ibadətlər və s. Peyğəmbər gəlir, həmən fərdlərdə bu işi görür. Birinci yetişdirdiyi o fərdlərdə. Həmən fərdlər dua edir, münacat edir, çalışqandır, əzimlidir, iradəlidir, məntiqlidir. Belə bir fərdlərdir. Daha sonra neyinir? Bas, pillə-pillə gedirik də şükür olsun Allaha. Həmd edirəm Allahıma. Həmd və səna edirəm Allahıma. Gəldi, çatdıq bura, mühit yaratmaq istəyir. Mühiti yaratmaq üçün fərdlər yetişdirir. Ki, fərdlər kömək eləsin, o mühiti yarada bilsin. Yaxşı, fərdləri yetişdirir. İndi ikinci addım nədir? İkinci addım bu fərdləri və bu təkləri bir digərinə qardaş etməkdir. Həmən təklər olur cəm. O qədər biri digərinə qaynayıb qarışırlar ki, heç kəs onları biri digərindən ayrı sala bilmir. Bir digərinə qardaş edir. Səmimi qardaş. Həqiqi bir sevgi. Yalandan yox. Səmimi, bir digərinə məhəbbət. Xülasə aralarında elə bir vəhdət yaranır ki, eyni zamanda da həmən şəxs, həmən cəm Peyğəmbərin sözünə qulaq asır. Mərkəzdə dayanır Allah vəlisi, Peyğəmbər və bu cəm də ona itaət edir. Və cəm də biri digərinə qarşı ruhəmaun, mərhəmətlidir. Biri digərinə qarşı səmimidir. Biri digərini düşünür. Və belə bir cəm və mərkəzdə Allah vəlisi.
Bax, belə bir cəm və mərkəzdə Allah vəlisi olan Peyğəmbər, buna deyirlər vilayət. Eşitmişsiniz də bu kəlməni? Peyğəmbərin vilayəti, imamların vilayəti. Yəni, bir mənası bu da. Biraz dərinləşdirə bilər ya mövzun. Mənası bu. Əli əleyhissalamın vilayəti. Çox işlənib Qur'an-ı Kərimdə bu kəlmə. Vəli, mövla, təvəlla, vila, vilayət. Qur'an-ı Kərimdə ən çox işlənən kəlmələr siyahısındadır. 233 dəfə. 233 dəfə bu kəlmə işlənib, bu kök. Yaxşı, bir sual çıxır da burada. Bu, biraz danışdım, amma biraz bu kökü yenə araşdıraq da. Araşdıraq. Bu vəli, vilayət nə deməkdir? Lüğəvi mənası nədir? Lüğəvi mənası iki şeyin biri digərinə yaxın olması. O qədər yaxındır ki, ortada fasilə yoxdur. Vilayət yəni. O qədər yaxındır ki, ortada fasilə yoxdur. Və bu yaxın olma da iki cürdür. Çalışacağım sizə rahat izah verim. Bir, yaxın olmaq bu mənadadır ki, məsələn, iki dənə daşdır, götürüb qoymuşsan yanaşı. İkisi bir-birinə yaxındır. Ortada fasilə yoxdur. Bir də var, iki daşı biri digərinin üstünə qoymuşsan. Bu da yaxındır, o da yaxındır. Biri üfüqüdür, biri şaqulidir. Biri eninədir, biri boyunadır. Bura qədər izah verməyə çalışıram. Qur'an-ı Kərimdə Allah Teala möminlərdən söhbət açır. Buyurur, vəl-mü'minun vəl-mü'minat bə'zuhum əvliyəu bə'din. Möminlər biri digərlərinin vəlisidirlər. Biri digərinin vəlisidirlər. Yəni, biri digərinə belə yaxındılar. O qədər yaxınlar, ortada fasilə yoxdur. Fasilələri qıra-qıra gəlib yaxınlaşdılar. Əqidə eyni, yol eyni, hədəf eyni, bir xəttdə hərəkət edirlər. Ona görə Quran nə deyir? Vəl-mü'minun vəl-mü'minat bə'duhum əvliyəu bə'tin. Möminlər biri digərinə, bax, bu mənada yaxındılar. Yəni, nə mənada? Biri digərini sevirlər, himayə edirlər, kömək edirlər, biri digərini taleyini düşünürlər. O qədər yaxındılar ki, ayənin davamındakı cavab budur. O qədər biri digərinə yaxındılar ki, yə'muruna bil-ma'ruf və yənhauna anil-munkar. Biri digərlərinə əmr eləyə bilirlər. Əmr edə bilirlər. Yaxınlıq əlaməti nişanəsi budur, əmr eləyə bilir. Olur bir nəfər, məsələn, zəngisi, sənə bir dənə xahiş eləyə bilərəm, deyir, əmr elə. Bu nəyin əlamətidir? Yəni, bir digərimizə o qədər yaxınlıq ki, əmr elə. Allah sanki bir mesaj verir, deyir, yəni iki mömin biri digərinə o zaman yaxın ola bilər ki, o zaman bir-birinə yaxın ola bilərlər ki, bu əmr eləyib, buna bir söz deyə bilsin. Günlərlə fikirləşməsin, necə deyim? Bəli. Əmr edə bilir, nəyə? Yaxşılığa, gözəlliyə, əmr be məruf. Nəhy edə bilir, pislikdən. Etmə bunu, et bunu. Əmr be məruf cəmiyyətdən uzaqlaşarsa hər şey gedər. Mənim sözüm deyil, Peyğəmbər sözüdür. Deyir, vəhyin bərəkəti bilirsinə vaxt gedir. Sözə baxın. Hurimət bərəkətul vəhiy. Vəhyin bərəkəti o zaman gedir ki, əmr və məruf və nəhiyyəsi münkər olması. İnsanlar biri digərini düşünmür, biri digərini yaxşılığa dəvət eləmir, pislikdən çəkindirmir. Belə olduğu təqdirdə o Qur'an ki vəhiydir, onun bərəkəti gedər. Mən sizə bir dənə söz deyim, Aşuraya yaxın Qur'anın bərəkəti getmişdi. Vəhyin bərəkəti getmişdi. İmam sanki o bərəkəti qaytardı. Ayələr qalmışdı söz kimi, bərəkəti getmişdi. Olur, pul var, bərəkəti yoxdur. Ayə var, bərəkəti yoxdur.
Dinin bərəkəti o zaman itir ki, heç kəsi düşünmür. Neyimə lazım? Neyimə lazım? Müzü qardaş ibadət eləmə neyimə lazım? Ata övladına biganədir. Oğul anasına biganədir. Dostu düşünmür. Neyimə lazım? Belə olduğu təqdirdə vəhyin bərəkəti gedir, çəkilir. Bərəkətsiz bir cəmiyyətə çevrilir. Ümmət bərəkətsiz bir cəmiyyətə çevrilir. Bunlar bir qanunlardır, düsturlardır. Neynəsön, bərəkət gedər. Neynəsön, bərəkət gedər. Məsələn, biri gəldi, yaxınlaşdı, əleyhissalamı dedi, ağacan, pulumun bərəkəti itib. Dedi, neynə məşğulsan? Dedi, işləyirəm də, indi ustalıq edir desən. Dedi, nə qədər alırsan işin müqabilində? Desən, dedi, 5 dirhəm. Dedi, axı sən o iş ki görürsən, əleyhissalam bilirdi. Dedi, o 5 dirhəm almamalıydın, 3 almalısan. Dedi, hə. Dedi, ona görə bərəkəti qaçıb. Çox gəlir, amma çox xeyri yoxdur. İnsafsızlıq eləyirsən. Belə dedi ya. Dedi, insafsızsan sən. Düzdür o müştəri alır, sənin insafın ora getdi. Ona görə bax, bərəkətin qaçıb. Dedi, gedim də onu tövbə eləyim, deyişərəm. Getdi və tövbə elədi və işində daha bundan sonra diqqətlə başladı. Ondan sonra gəldi, əleyhissalamı görüşdü, dedi, ağacan, daha indi maşallah şükür olsun Allaha ki, bərəkət var. Bunlar bir qanunlardır. Neynəsən bərəkət gedər. Bax, bir tələbə, neynəsə elminin bərəkəti gedər. Ustadının hörmətini sındırsın, elminin bərəkəti gedəcək. Çox bilir ha. Çox bilir. Bəzi adamlar var elə, görmüşsünüz həyatda. Çox bilir, amma o qədər bərəkət olmayacaq. Allah götürür. Ona görə Həzrəti İmam Zaman əleyhissalamın dualarının birindədir. İmam Zamana məxsus olan duaların birində. Təfəddəl ələr-rəiyyəti bil-insaf. Allahım, bir yaxki sözü qaydıram. Ümməti insaflı qərar ver. Ümməti insaflı qərar ver. Mövzudan uzaqlaşmayayım. O qədər biri digərinə sıx yaxındılar ki, bir-birlərinə əmr edə bilirlər və etmə deyə bilirlər. O qədər biri digərlərinə yaxındılar ki, hədisdir. Əl-mümin, əxul-mümin. Mömin, müminin qardaşıdır. Kəl-cəsədil vahid. Bir cəsəd kimi. İn iştəka şeyən minhu vücidə ələmuzalik fi sairi cəsədihi. Əgər birdən insanın əli ağrıyanda, belə deyil ki, o birisi əli rahat olsun, bütün vücud ağrıyır. O qədər sıxlaşırlar ki, onun dərdi artıq bunun dərdi olur. Onun dərdi bunun dərdi olur. Bir dənə mən bir söz deyim, bunu deyim bir mötərizə arasında, keçim üstündən. İnsanlıq imanı çoxaldı, Allaha ki yaxınlaşdı. Dövrün imamı narahat olanda, qəmlənəndə onun vücuduna qəm bürüyür. Bu bir başqa bir şeydir. Bunu qanun deyiblər. Hərdən deyir, bəndə görsən, bu mənim kimlərə aiddir. Deyib, bilmirəm, bu nə qəmdir bürüyüb vücudumu. O qəmlənib. İmam Zaman qəmlənəndə, iman artanda hiss edirsən. O görürsən, ha, övlad bəzi vaxtlar ağrıyanda ana da ağrıyır. O nədir? Tarixdə bu baş verib. Mən neçə il bundan qabaq danışmışam bunu bir yerdə. Harada danışmışam? Uveys qərəni haqqındadır. Uveys Peyğəmbəri görməyib. Amma Uhudda ki, Peyğəmbərin başına bir hadisə gəlmişdi. Həmən ağrı ki, Peyğəmbər hiss eləmişdi, Uveys onu Yəməndə hiss eləmişdi. Bunu keçin. Bu mötərizə. Qoydum kənara. Biz niyə belə sözlər danışıram? İstəyirəm deyim, bu danışdığımız bu səthi mövzularda qalmayaq. Mövzular çox dərindir. Çox dərindir. İnsan o hala gedib çatır. Bəli, ayə nə dedim? Vəl-mu'minun vəl-mu'minat
Bə'duhum evliya'u ba'din. Möminlər biri digərinin vəlisidirlər. Yəni nə? Biri digərinə yaxındılar. Çox yaxındılar. Sıx, ortada məsafə yoxdur. Məsafə itdi. Amma Peyğəmbərə nisbət gəldik, çatdıq. Quranda ayədir, Peyğəmbər də möminlərin vəlisidir. İnnəmə vəliyukumullah və rasuluhu. Möminlərin vəlisi kimdir? Allah Rəsulu. İndi burada nə mənadadır? Müminin vəlisidir, bildik. Biri digərinə yaxındır. Üfüqi mənada. Şaquli mənada. İki daşın biri digərinə yaxın olması. Peyğəmbər möminlərin vəlisidir. Üfüqi mənada. Yəni yuxarıda o dayanıb, aşağıda möminlər. Yəni sözü o deyir, bunlar itaət edir. O deyir, bunlar baş üstə deyir. Amma o qədər yaxındılar Peyğəmbərə. Ruhən, canları ilə, vücudları ilə o qədər yaxındılar ki, Peyğəmbər də onlara o qədər yaxındı ki, hətta onların atalarından, yaxınlarından belə. Orta fasilə. Bax, vilayət budur. Bir səthi bir məna elədim. Biraz dərinləşdirə bilərik. Möminlər biri digərinə yaxın və Allah vəlisinə yaxın. O qədər yaxın ki, ortada məsafə yoxdur. Fasilələr itib. Amma Quran belə deyir. İnnəmə vəliyyukumullah. Birincisi bilin, vəliyiniz Allahdır. Zirvədə Allah dayanıb. Amma yerdə canişini kimdir? Və Rasuluhu. Peyğəmbərdir. Allah yerə düşməyəcək ki. Allah belə yerdə deyil ki. Allah bu maddə aləmdə belə bir yeri var, belə deyil ki. Bizim düşündüyümüz kimi deyil ki. Allah zirvədə, yəni buyruqları o göndərir. Xoşbəxtlik konsepsiyasını o göndərir. Yaşam tərzini o göndərir. Necə yaşamaq lazımdır o göndərir. Amma Rəsul neyniyir? Onu tətbiq edir. Rəsul izah verir. Rəsul deyir, Allah belədir. Rəsulun bir işi. Çatdırır və tətbiq edir. Bəzi vaxtlar Rəsul-i Əkrəmimiz bir məqama çatmışdı. Allah göndərir hökmləri. Bir məqama çatmışdı ki, o özü deyir, məsələn, onlar bir söz deyir. Allah imza çəkir. Deyir, sən istədin, mən qəbul etdim. Bunu bir başqa vaxt qəbul deyərəm sizə inşallah. Bunu saxlayın. Yaxşı, Allah Rəsulundan sonra kimdir? Ayə belə deyir. وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةِ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ deyir, Peyğəmbərdən sonra əleyhissalam nişanələrin deyir. Hədislər çoxdur bu ayə ki, əleyhissalam haqqındadır. Peyğəmbər dünyasını dəyişəndən sonra Əli. Maraqlı bilirsiniz nədir? Adın çəkmir. Nişanələrin deyir. Sanki Allah demək istəyir ki, qiyamətə qədər Allah vəlisinin nişanələri budur. Nədir nişanəsi? Nişanəyə baxın. Əl-ləzinə yuqimunəs-səlah. Allah vəlisinin vəzifəsi budur, boynuna düşən vəzifə budur ki, namazı qılar yox, namazı diri saxlayar. İlahi buyruqları cəmiyyətdə diri saxlayar. Qoymaz ölsün namaz. Qoymaz namaz hörmətdən düşsün. Qoymaz bunu. İmam Hüseyin deyə məktub yazdı birinə. فَإِنَّ السُنَّ قَدْ اُمِتَتْ Niyə gəldim Kərbəlaya? Baxıram, görürəm sünnə. Sünnə. Peyğəmbərin buyruqları nə olub? Ölür, can üstündədir. Ona görə gəlmişəm. Allah vəlisi yuqimunəs-səlah. Namazı diri saxlayır. Namazı diri saxlayır. Eyni ilə İmam Hüseyin kimi. Qoymur sünnə ölsün. Həzrət İmam Səccadın bir dənə cümləsi var. Kərbəladan qaydandan sonra, Şamdan qaydandan sonra Mədinəyə biri gəldi, yandı İmam Səccadın qabağında. Dedi, ağacan, gördünüz, getdiniz, nə oldu?
Cümlə budur. Yəni deyirdik də getməyin də. Gördünüz, getdiniz, nə oldu? İmam bir dənə cavab verdi. Fikirləş, getməsəydik nə olardı? Cavab bu, qutardı getdi. Bitti. Sən fikirləşsən nə olardı? Din aradan gedərdi. İslam dini Fatihə, tarixi bir din olacaqdı. Danışacaqdıq ki, filan əsrdə belə bir din. Getməsəydik nə olardı? Get onu fikirləşsən. Düşündürdü də onu. Adamın bir fırtına yaratdı beynində. Doğrudan bu nə sualdı? Getməsəydik nə olardı? Niyə Hüseyin gedib sən demə? فَاِنَّ السُنَّ قَدْ اُمِتَتْ Sünnə Peyğəmbərin gətirdikləri ölüb. Ruhu gedib, özü qalıb. Ruhsuz da cəsəd bir müddətdən çürüyüb gedər. Düz deyirəm. Ruhsuz cəsəd nə olur? Bir müddətdən sonra çürüyür, gedir. Yəni aşura olmasaydı din o cürünə. Sanki aşurada dinə bir ruh üfürülür. Ruh üfürülür. Nəfəhdu fihi min ruhi. Ruh üfürülür. Təzdən həyat. O görsənə şok verirlər aylıra. Bu cürünə. Bu qədər mühümdir aşura. Buyurur, Allah vəlisinin nişanəsi budur. Ayədir. Namazı, ilahi buyruqları cəmiyyətdə diri saxlayar. Yəni, ibadət eləyənlər, itaət eləyənlərə həmən cəmiyyətdə izzətli, şövkətli, hörmətli olar. Sonra nə deyir? Yu'tunəz zəkat və hum rakiun. Zəkat verərlər. Bu ayə başqa şey demək istəyir. Dərindir mənası. Yalnız o Allah vəlisi səxavətli deyil. Həmən Allah vəlisi səxavəti dəyərə çevirər. Baxın, İmam Əli hadisəsidir də, rükuda idi. Üzüyünü işarəliyə götür. Namazı bitirsəydi, versəydi nə olacaqdı ki? 3 dəqiqə geç. Namazı 5 dəqiqə geç, çıxart verdi. Yox, namazda verdi. Namazda verdi, oradakılarda bu sual zəhində canlandı ki, bu səxavət mövzusu, bu infaq eləmək nə qədər dəyərli bir mövzudur ki, namaz əsnasında Əli onu infaq edir. Düşündürdü onları. Yəni, gözləmirəm, əssəlamu aleykum, sonra verirəm. Bu qədər mühümdür. Bir var səxavətli olmaq, bir var səxavəti dəyərə çevirmək. Allah vəlisi belədir, səxavəti dəyərə çevirir. Yəni, ayəni yıxsam, Allah vəlisi həm axirəti abad edir, həm dünyanı. Həm dini, həm dünyanı. Bəli. İman əhli bu qədər biri digərinə yaxın olur. Gəldim, çatdım ora. Və iman əhli və əvliyaun bə'duhum min bə'd. Bir digərinə bu qədər yaxındır, aralarında bir məsafə yoxdur, bir digərinə bu qədər çox istəyirlər. Demir amma iman əhli qeyri-iman əhli ilə düşməndir. Bu demir amma. Bu yanlışdır. Belə deyil, dinimiz bunu demir. Dinimiz meyar qoyub. Meyarın deyəcəm sizə. Bir nəfər hətta belə qeyri-iman əhlidir, İslamı qəbul etməyib xristiyandır. Onunla necə ünsiyyət quraq? Bir dənə ayə deyir, Quranda ayət. La yenhəkumullah anillezine lem yuqatilunakum fid-din və lem yukhrijukum min diyarikum və lem yukhrickum min diyarikum an tabarruhum və tuqsitu ileyhim. O kəslər ki, qeyri-müsəlmandır. Sizinlə mübarizə aparmır, sizinlə düşmənçilik etmir, dininizlə Allahla düşmən deyil, bəşəriyyətin düşməni deyil. Amma qeyri-müsəlmandır. Ən təbərruhum, onlara yaxşılıq eləməyin eybi yoxdur. Təbərruhum, yaxşılıq eləyə bilərsə olar.
Əgər sizinlə, dininizlə düşmənçilik yoxdur. Yaxşılıq edə bilərsiniz. Və tuqsitu ileyhim. Ədalətli davranırlar. Yaxşı. Onlara da yaxşılıq düşür. Bəzi adamlar görürsən namaza gələndən sonra namaz qılmayanla ünsiyyəti korlanır. Din deyir, hətta belə qeyri-müsəlman. Əgər düşmən deyil, bəşəriyyətin düşməni deyil, onu da yaxşılıq eləmiyorlar. Onun da ünsiyyət qurmaq olar. Ki, məsumların həyatına baxanda bunu görürsən. O cür ünsiyyət qurublar, əhl-i beyt. Biri var idi, bir 70 il idi, Xristiyan idi, 70 ilin xristiyanı idi. Eşitmişdi İmam Sadiq, istəyirdi ondan görüşsün. Axırda gəldi İmam Sadiqlə də görüşdü. İmam Kazım əleyhissalamla görüşüb, İmam Sadiqdən sonra. Hətta İmam Kazım əleyhissalamla görüşüb belə olub ki, bundan ibarət idi ki, deyir, İmam Kazım əleyhissalam İncildən ona sözlər demişdi. Bu sən oradan bilirsən, dedi, bizə irs gəlib keçir nübüvvətdən, Peyğəmbərdən. O görüşdü, danışdı, imamlarla söhbət elədi və İslam dinini qəbul etdi. Bir müddət yaşadı, sonra dünyasını dəyişdi. İmam Kazım əleyhissalam oxumuşam ki, bu şəxs haqqındakı müsəlmançılığı da qəbul etmişdi. Bu şəxs haqqında oxudum ki, İmam Kazım əleyhissalam öləndə özü gəldi, diş yüz yoxdur, qüslünü mən verəcəm. Və özü kəfənlədi onu. Hidayət elədi, o cürə də onun dünyasını dəyişəndən sonra dəfn elədi. Bəli, imamlarımız bu cürlə, Peyğəmbərimiz bu cürlə. Nə qədər mühümdür bu vilayət mövzusu. İmam Sadiqin bir də hədisini deyim sizə. Deyir, vilayətu li Əliyyin ibn Abi Talib əxabbu iləyyə min viladəti minhu. Mənim üçün, İmam Sadiq deyir, Əlinin vilayətində olmaq övladı olmağımdan daha üstündür və sevimlidir. Düzdür, mən Əli balasıyam. Bundan da mənə üstün odur ki, mən Əlinin vilayətindəyəm. Nuh deyir, Allahdan Nuh'a gəlir, leysə min əhlikə. O sənin əhlün deyil ha. Övladına deyir Allah Teala. Oğlundur, vilayətində deyil. Nə olur? Qərq olur, çıxır gedir. İmam Sadiq bir dənə qanun qoyur. Ola bilər balası deyilsən Əlinin. Amma üstün başqa bir şeydir, Əlinin vilayəti. Odur mühüm. İnsanın görünüzün mərkəzədir zehniyyətin. Bu qədər mühümdür. Ona görə ümmətin başına gələn bəlalar Allah vəlisini tənha qoymaqdan başladı. Peyğəmbər dedi ki, Allah vəlisini tənha qoymağın 2 dənə bəlası var. Biri dünyadır, biri axirətdir. Dünyada budur ki, əgər Allah vəlisini tənha qoysun, fitnə fəsad bürüyər aləmi. Qiyamətdə də elə bir əzaba tuş gələr ki, deyiləsi deyil. Qədir-i Xumda elə ki qoydular tənha, ümmət hələ anlamırdı vəziyyəti. Əleyhissalam çəkiləndə bir yuşə hələ anlamırdı. O xəstəlik olaraq insanın vücudunda bürüyüb xəstəliyi hələ hiss eləmirsən. Bir müddətdən sonra ayılırsan ki, elə bir xəstəliyə duçar olmuşsan ki, ilahi müalicəsi gecikib. Xərçəng adı tənəd. Adam bədənini tutur, bilmir. Bir də ayılır ki, xərçəngdir. Ümmət Aşurada gördü ki, vəziyyət pisdir bəlkə də, bəziləri. Xəstəlik çıxdı üzə. Xəstəlik çıxdı üzə. Gəldilər Aşurada İmam Hüseyni qətl elədilər. Ona görə Allah vəlisinin müqabilində Allah müəyyən vəzifələr təyin edir. Müəyyən vəzifələr. Quran o vəzifələri sadalayır. Peyğəmbər haqqında buyurur. Fəlləzinə amenü bih. Birinci vəzifəmiz budur. Neyləyin? Ona iman gətirin və ona inanın. Ona iman gətirin, ona inanın. Bu birinci. Və əzzəruhu, hörmətin qoruyun. Allah vəlisinin hörmətin qoruyun. Hörmətin sındırmayın. Şövkətin qoruyun, izzətin qoruyun.
Baxsız Quran-ı Kərimdə ayələrə, hardakı Peyğəmbərin biraz ehtiramsızlıq olurdu, işarə, nişanə, ayə gəlirdi ki, hörmət istəyələməyin. Bu nədir Peyğəmbər adı ilə çağırırsınız? Hucurat surəsində ayət. Adı ilə niyə çağırırsınız Peyğəmbəri? Ayə gəldi. Belə şey olar. Adı ilə çağırmayın Peyğəmbəri. Biraz səs ucalırdı, ayə gəlirdi. Peyğəmbərin yanı səssiz qaldırmıyor. Gəlirdi qapıdan möhkəm döyürdülər. Ayə gəlirdi. Səssiz qaldırmayın ha. Çünki onlar ki var ha, onlar ilkin mərhələdir. O xət qırılsa, o hörmət sınsa, ondan sonrası gələcək. Allah vəlisinin o hörməti sınsa, onun sonrası gələcək. Allah biraz o yan bu yan, tez neyniyir? Qabağını alır. Olmaz. Səhv edirsən. Əzzəruhu, hörmətin saxlayın. Sonra nə buyurur? وَاتَّبِعُوا نُورَ الَّذِي أُنْزِلَ مَعْهُ. Buyruqlarını itaat edin. Buyruqlarını qoyun gözünüzün üstünə. İtaat edin dediklərinə. Onlar sizə lazımdır, onlar şəfadır, ruhunuz üçün də ehtiyacıdır ruhunuzun. 4 nədir? وَنَسَرُوهُ. Kömək edin ona. Kömək edin, qoymayın tənha. Kərbalada bulanın hamısının əksi oldu. Hamısının əksi oldu. Allah vəlisi neynədilər? Ehtiramsızlıq elədilər. Ehtiramsızlıq elədilər də ondan artıq nə ehtiramsızlıq? Su vermirdilər, su. Təhqir edirdilər. Biri gəldi o tərəfdən İmam Hüseynə dedi, arxadakı xeymələrin arxasında bir şey qazmışdı, bir xəndək kimi ki, o tərəfdən hücum eləyə bilməsinlər. Od da içində qalamışdılar, od ki, o tərəfdən düşmən girə bilməsin. Bir o tərəfdən Hüseynə baxdı, qayıtdı, Hüseyn dedi, bəli, eşidirəm. Dedi, Allah mənə bağışlasın, onun dili ilə deyirəm. Dedi, nədir, özü odu hazırlayırsan. Mən də çox deyə bilmirəm, valla sözü gətirə bilmirəm dilimə. Adam xəcalət çəkir bəzi sözlər deməyə. Hörmətsizlik niyə edirsiniz? Çox hörmətsizlik elədilər. Kömək eləmədilər, heç hörmətsizlik. Bir alim deyirdi, çox maraqlı bir cümlə deyirdi bu alim. Dedi, çox maraqlıdır. O tərəfdə də deyir, namaz vaxtı gəl, çatdı, namaz qılırdılar da. Namaz qılırdılar. Bu tərəfdə də İmam Hüseyin namaz qılır. Deyir, onlar ki, o tərəfdə namaz qılırdılar, təşəhhüddə deyir, 4-cü rükətdə indi deyək, belə deyək, salavat deyilir də. Allahumma salli ala Muhammedin və ali Muhammed. Salavat nədir? Allah salam göndər kimə? Peyğəmbərə və onun əhli beytinə. Orada salam göndərirlər, burada oxatırdılar namaz qıla-qıla. Çox maraqlı deyir bu. Bəşərin halına bax. Kömək eləmədilər. Peyğəmbərə də var idi bu hadisə. Peyğəmbər məqam vardı. Ən həssas məqamda Peyğəmbər tənha qoyurdular. Ən həssas məqamda bəziləri. Uhudda 1000 nəfər Peyğəmbər gedir düşmənə tərəf mübarizəyə. O Abdullah İbni Ubey dayandı, dedi, biz getmək istəmirik. Dedi, niyə indi? Dedi, getmirik. Burada vuruşaq, getməyi Uhuda tərəf. Dedi, yox, oraya getməli, getmədilər. 300 nəfər də ayırdı Peyğəmbərdən. Ən həssas məqam deyə. Adam əvvəldən adama deyən, mən sənnənəm, ən çətin məqamda qoya qaçam. Əsas əvvəldən demə sənnənəm. Budur səndən olmaq. Axırda qoyub qaçırsan. Axı, Peyğəmbər də elə şəxsiyyət deyildi ki, yolun axırını göstərməsin sizə. Deyir də, bu yol çətin yoldur. Xəndək hadisəsində, xəndəyi qazırdılar, biraz çətinlik idi, əziyyət idi. Bəziləri elə həddə gəl çatdı, yoruldu, qoydu xəndəyi, çıxdı, getdi. Peyğəmbər gəldi, gördü ki, məsələn, kimə ki tapşırmış, sən buranı qaz, sən buranı, baxdı, gördü, tapşıranlardan bəzisi qoyub getdi. Peyğəmbər düşdü, bəzisinin yerindən xəndəyi qazdı. Peyğəmbər çıxış eləyirdi. Cihaddan söhbət açırdı. Bəziləri o Mədinənin sütunları var, Mədinə məscidinin sütunların arxasında gizlənirdi. Ki, mənə görməsin, birdən bir iş tapşırar. Asla sütunların arxasına qaçıb gedirdi.
İndi bunlara bax, İmam Hüseynin yanında olan səhabələrə bax. Onlara İmam Hüseyn deyir, gedin. İndi vəziyyət bu yerə gəlib çatıb da, bilirsiniz də, Tasuada axşamı İmam Hüseyn bəzilərlə dedi, gedin, getmək istəyirsə gedin, bulan işi mənləndir. Səhabələrin bir dənə cümlələrinə baxın, qəribə cümlələr deyiblər. Bəzi gəldi, dayandı İmam Hüseynə ki, ağa, buranı qoya hara gedək ki? Yəni, səni qoyub hara geyəcək ki? Bir də, ağa, mən ölsəm, təzdən dirilsəm, yenə səndənəm. Yandırsalar, məni təzdən dirilsəm, yenə səndənəm. Bizə bu söz ağırdır, sən bizə bunu demə. Bu sözləri bizə deməyə, yəni, qoy get. İndi bunlara bax, onlara bax. Vəziyyət gör, nə qədər fərqlidir. Həzrət İmam Hüseynin yanında olanlar və onlar. Peyğəmbər zamanında da belə idi. Bəziləri xəyanət edirdi hətta Peyğəmbərə. Və dəhşət idi vəziyyət. Biri gəlmişdi, Məkkədən gəlmişdi bir qadın. Gəlmişdi Mədinəyə. Gəldi, çatdı Mədinəyə, iman gətirməmişdi. Səbəb var idi gəlməyə. Qayıdıb getmək istəyəndə Peyğəmbərin yanında olanlardan biri dedi, Mədinəyə, Məkkəyə gedirsən, dedi, hə. Dedi ki, sənə bir dənə məktub verim, çatdırarsan oradakilara. Öz qohumlarına göndərirdi. Məktubu çatdır. Deyir, verdi, Allahın Rəsuluna xəbər çatdı ki, o xəbər çatdırır. Allah Rəsulu gəldi, bu şəxsə yaxınlaşdı ki, sən niyə belə eləyirsən? Peyğəmbər də istəyirdi Məkkəni fəth eləsin, o ərəfə idi, onu çatdırmışdı. Dedi, bu işi niyə gördün? Dedi, orada qohumlar var idi. Ayə nazil oldu. Ya eyyuhəl-ləzina amanu, la təttəxizu əduvvi və əduvvəkum əvliya. Ey iman əhli, mənim düşmənlərimi, öz düşmənlərinizi özünüzə dost qərar verməyin. Yanlışdır. Amma İmam Hüseyin əleyhissalamın yanında olanlar daha o seçilmiş insanlar idi. Onlar seçildilər, qalanlar idi. Bəzisi var idi, karvanla gəldi, bir yolda dedi, mən daha belə görəm vəziyyət değişilib, mən elə bildim sən qələbə çalacaqsan, amma indi görəm vəziyyət değişilib, mənə bağışla getdim. Bəzi insanlar, mən bir dənə söz deyim sizə, o zaman səndəndir ki, ayaq üstəsən. Biraz büdürə dön görsən, asta-asta yoxa çıxıb. Yoxa çıxıb. Həzrət İmam Hüseyin əleyhissalamın yanında olanlar amma elə deyil. Əvvəldən kim ki qoşulmuşdu, axıra qədər sadiq və vəfalı. İmam Hüseyin tənha qoymurlar. Pərvanə kimi fırlanırlar başının üstündə. O qədər də bağlı İmam Hüseyinə. O qədər də çox istəyirlər İmam Hüseyini. Çünki başa düşmüşlər ki, İmam Hüseyin elə bir iş görür ki, bu iş qiyamətə qədər faydalıdır. Dini yaşatacaq. Zuhura qədər, qiyamətə qədər dini yaşatacaq. Və imamlarımız da vaxtaşırı bunu başa salırdılar cəmiyyətə. Biri vardı, Əbu Harun idi. Gəldi İmam Sadiqin yanına yaxınlaşdı. İmam Sadiq evində idi, evində. Gəldi İmam Sadiqlə görüşdü. Görüşəndən sonra İmam Sadiq ona dedi ki, Əbu Harun, bir dənə şeir oxu. Şeir oxu mənə. İmam Hüseyin haqqında. Ənşidni fil Hüseyni. Bir qəssidə oxu. Deyir, mən oxudum. Fəbəka. İmam Hüseyin ağladı. Ağlayıb qutarandan sonra dedi, bir dənə də oxu. Mən yenə oxudum. Deyir, evin pərdəsi var idi. Evin pərdəsi var idi. O tərəfdə də kimlərsə oturmuşdu, qadınlar. Əhl-i Beyt oturmuşdu indi İmam Sadiqin həyat yoldaşı yaxında. Deyir, mən oxuyanda, deyir, bir dənə də oxuyanda Səmi'tu əl-buqa min xəlfis sitr. Gördüm, pərdənin o yüzündən qadınlar da ağlayır. Yəni, imamlarımız evində də bir məclis qurur, çağırır bir nəfər şeir, şair, məddah, məd eləyir. Qadınlar o yüzdə ağlayır, özü bu tərəfdə ağlayır. İndi bugünkü evlər nəzərə alın. Ailələr indi evlər dağılır Hüseynə.
Ondan sonra mənə bir cümlə dedi, Əbu Harun. Dedim, bəli. Mən ənşədə fil Hüseyni şeirən. Kim Hüseyn üçün bir şeir deyə, bir şeir yaza. Fəbəqa ağlıya. Fəəbqa əşrən 10 nəfər ağlada. Kutubət ləhul cənnə. Cənnət ona vacibdir. 10 nəfər ağlatsa. Ondan sonra da Əbu Harun elə bil çox dedim ha. 5 nəfər ağlatsa kifayətdir. Əbu Harun 1 nəfər ağlatsa kifayətdir. Vacibət ləhul cənnə. Davamında buyurdu, mən zəkərəl Hüseyn. Kim Hüseyni xatırlasa, mən zükirəl Hüseyni indəh. Kimin yanında Hüseyndən danışalar, fəxərəcə min əyneyh. Gözündən bir damla yaş çıxa, bir tər ola gözü. Allahın cavabı verirlər ona. Cavab cənnətdən başqa bir şey olmaz. Bəli, İmam Hüseyin belə bir şəxsiyyətdir. Dəyərli qardaşlarım, dəyərli ana bacılarım. Qəlb sındı kifayətdir artıq. Qəlb sındı kifayətdir. Göz hələ yaşarmamış qəlb sındı. Cavab gəlir ki, vacibət ləhul cənnə. Cənnət sənə müjdə olsun. Biri deyir, getdim, Əhl-i Beytin qapısını döydüm, açdılar, açanda gördüm Rəsul-i Əkrəmdir, Peyğəmbər də oradaymış. Gördüm qucağında 2 dənə uşaq, biri Həsəndir, biri Hüseyndir. Qucaqlayıb 2 uşağı. Ondan sonra 3 dəfə dedi, Haza İbnay, bu mənim balalarımdır ya. Bu Əlinin balası olmaqdan öncə mənim balalarımdır. Və İbna İbnəti, qızım Zəhranın ki balasıdır. Allahümmə, İnnəkə tə'ələm, Allah sən bilirsən də. İnni uhibbuhuma, mən bunların ikisini də çox istəyirəm. Sən bilirsən bunları. Peyğəmbər vaxtaşırı bildirirdi. Hey bildirirdi. Ki mən bunları çox istəyirəm. Bəli ya Rasulallah, sənin bu çox sevdiyin bu bala, Kərbəlada vəziyyəti çox çətindir. Vəziyyəti olduğu çətindir. Qəmli anlar. Mən bugün inşallah təvəssül eləyəcəm Allahın lütf inayəti ilə Həzrəti İmam Həsənin 2 balasına. Siz bir Qasım eşitmişsiniz öz yerində. Abdullah İbni Həsən. Bu baladan danışmasaq elə bilirəm, səhv eləmiş olaram. Qoy birinci başlayayım Qasımla. Abdullah İbni Həsəndən də söz deyərəm sizə. Tasua günüdür. Yəni sabah artıq Aşuradır. İmam Hüseyin əleyhissalam yığıb səhabələrini başına. Qasım da oturub orada. Onlara deyir ki, mən indidən sizə deyirəm, sabah hamınız şəhid olacaqsınız. Hamınız şəhid olacaqsınız. Onlar sevinirlər amma, şükür olsun Allaha. Hətta biri var, dedilər, gülürdü, Aşuraydı, Tasuyaydı. Adı desəm, Bureyr olmalıdır. Dedilər, indi gülməyə vaxtı. Siz bilirsiniz, mən heç belə çox zarafat edən adam deyiləm. Amma sabah gör kimdən görüşürəm. Peyğəmbərlə gəlirəm görüşə. Adam doğrudan, sabah elə bilə Peyğəmbərlə görüşə gəlirəm, nə olar? Hə? Sabah gəlirəm Peyğəmbərlə görüşə. Sevinirlər belə. Bir nəfər belə, amma biraz belə qəmli dayanıb. Hamı gedəndən sonra oturdu, çıxmadı. O Qasım idi. 13 yaşı var idi. Gəldi dayandı İmam Hüseynin qabağında, dedi, ağacan, əmi, dedi, bəli, ben biraz narahat qalmışam, bala nə olub ki? Dedi, bala biraz, ata, əmi, ölümdən danışırdın, bir sual verə bilərəm sənə, dedi, buyur, ənə fi mən yuqtəl, sabah mən şəhid olacam, yoxsa yox? Həzrət İmam Hüseyin baxdı buna, dedi, bala, hələ de görün mənə keyfəli mot indək. Ölümə necə baxırsan, ölüm sənin üçün nədir ki? Dedi, əhla minəl əsəl, baldan şirin. Bunu deyəndən sonra dedi ki, bala, sən də sabah şəhid olanlar içindəsən. Bəli, sən də sabah şəhidsən. Sabah oldu, keçdi, şəhidlər bir şəhid olur, gəldi, dayandı əmisinin qabağında. Əmi can, dedi, bəli. İcazə verirsən, gedim. İmam Hüseyin heç deyə bilmədi.
Əli Əkbər gələndə dedi get. Bir dəfəyə dedi get. Həzrəti Qasımə bir söz deyə bilmədi. Dayandı. Həzrəti Qasım da uşağın da görün bu düşüncəsinə bax. Gördü əmisi bir söz demir, gəldi dayandı əmisinin qabağında, qucaqladı boynunu. Yəni o görsən uşaq bir şey istəyər atadan, ata verməz, uşaq neyniyər? Qucaqlayar, öpərdi, ata nə olar da, apar da mənə gəzməyə məsələn. Ata da yorğundur misal, o bir sözündən öpər, qurban olun, biraz şirinlik eləyər. Bu uşaq başqa şey deyir. Gəlir qucaqlayır ki, yəni mənə qoy, icazə ver gedim. Bu ədəbidir uşağın, icazəsiz də getmək istəmir. Həsən İmam Hüseyin bir şey deyə bilmədi yenə. Qucaqlayıb boynundan bir şey deyə bilmədi. Ondan sonra əllərindən tutdu ağanın, əllərindən başladı öpməyə. Yəni ağa icazə ver da gedim. Düşdü ağanın ayaqlarına, icazə ver gedim da, qutar. Həsən İmam Hüseyin qucaqladı bu uşağı, deyirlər Kərbəlanın bir neçə dənə çətin səhnəsi var, bir də budur. Deyir, əmi qardaşı oğlu qucaqlaşdılar və başladılar ağlamağa. Elə ağladılar, hətta deyir, dözülməz bir vəziyyət idi. Ondan sonra dedi, bala get. Əynində bir zirəhi yox idi bu uşağın. Tapmadılar bir zirək versinlər buna. Uşaq, 13 yaşında uşaq, zirəhsiz bədən gedir düşmənə tərəf. Və təkbətək mübarizəyə çağırır. Düşmən təkbətək amma gəlmir. Deyir, bununla kimdir təkbətək mübarizə edən? Və mühasirəyə alırlar. 100-ə yaxın məktəllərdə yazırlar. Hərəsi bir tərəfdən uşağı vurur. Hərəsi bir tərəfdən vurur. Yıxılanda uşaq qışqırır, ya əmma, ya əmi, əmi gəl, çatdır özüvü. İmam Hüseyin deyir, qaça-qaça gəlir. Qaça-qaça gələndə deyir, düşmən də deyir, görür ki, Hüseyin gəlir, qaçmağa başlayırlar. Toz-tozanaq bürüyür. Bu tərəf deyir ki, ravi deyir ki, mən deyir, baxdım toz yatandan sonra gördüm, Hüseyin oturub yerə, uşağın başı Hüseynin dizlərindədir. Qucaqlayıb İmam Hüseyin uşağı deyir, bala, mənə o qədər çətindir, çağırasan əmvi gəlib sənə kömək eləyə bilməsin. Amma deyir, uşağın bədəni çox deyir, vəziyyəti tikə-tikə eləmişdilər. Bədəninin vəziyyəti pis idi. İmam Hüseyin deyir, qucaqladı, deyir, uşağı deyir, qucağında gətirirdi. Deyir, İmam Hüseynin taqəti də yox idi, tam qaldıra bilməmişdi. Uşağın ayaqları yerinə sürünürdü. Bu Qasım. Son anlardı, son anlardı, baxır sözün. Həzrət İmam Hüseyin ki, xeym çıxdı, daha vidalaşdı bacısı ilə Zeynəblə, dedi, mən daha gedirəm meydana tərəf, sağollaşaq. Bacı, səbirli ol, səbiri əldən vermə, səbirli ol Zeynəb. Bir də bu qardaşımın balası Abdullah var, bunu möhkəm tut əlindən. İmam Hüseyin sağollaşdı. Necə sağollaşdı, inşallah aşurada danışaram, sağ qalsam. Çətin idi, xanımlar hərəsi bir tərəfdən əhatəyə almışlar, qoymurdular İmam Hüseyin getsin. Bir təhər çıxdı, getdi. Gəldi, çatdı meydana. Təkbətək mübariz istədi, vuruşdu. Hərdən yoruldu. Düşmən o tərəfdən deyir, daş atdı İmam Hüseyinə. Nizə atan kim, daş atan kim, ox atan kim, nanəciblər elə bil ki, yarışa çıxıblar ki, kim çox atacaq daşı, oxu. Daşlardan biri gəldi, deydi İmam Hüseynin alnına. Alnından qan süzüldü İmam Hüseynin qəlbinə. İmam Hüseyin taqəti get-get azalıb. Taqəti, yıxıldı yerə. Bu hadisəyə kim baxır? Həzrəti Zeynəb. Abdullahın da əlindən tutub teli Zeynəbiyə də baxır. Elə ki, İmam Hüseyin yıxıldı yerə, düşmən gəldi. Düşmən gəldi, dayandı İmam Hüseynin başının üstündə. Amma İmam Hüseyin başını tutub xeymələrə tərəf baxır. Ürəyi ağrıyır ki, bu mənim bacımın, yaxınlarımın aqibəti nə olacaq? Düşmən Hüseyni indi istəyir qətlə yetirsin. Abdullah deyir, xanım Zeynəbə, deyir, burax məni bibi, buraxmır uşağı xanım Zeynəb. Birdən əlin çəkdi İmam xanım Zeynəbdən, qaça-qaça gəldi, çatdırdı. Qaça-qaça gəldi, çatdırdı özünü İmam Hüseynə tərəf. Dayandı, deyir, düşmənin müqabilində, dedi, qoymaram. Dayanıb qılıncın müqabilində, deyir, qoymaram əmmimi öldürəsən.
Əlini verdi qılıncın qabağına, düşmən vurdu, qılıncla qolunu saldı Abdullahın yerinə. Abdullahın əlini yerə salandan sonra deyir, Abdullah ağlaya-ağlaya dedi, əmi bax gör, qolumu da vurdular, qolumu da qırdılar, kəsdilər, əmi. İndi qalıb İmam Hüseyin buna baxsın, neynəsin? Abdullahı bir təhər götürdülər. O səhləni danışaram, necə, kim gəldi götürdü? Abdullah xanım Zeynəb gəldi. Ondan sonra deyir, Şimir çıxdı o mübarək sinəyə. Calisun əla sədri. İmam Hüseyin qayıtdı, Şimir elə bir sinəyə çıxmışsan ki, Peyğəmbər onu öpərdi. Sən hara çıxdın? İrtiqaytə murtaqan azima. Bu sinəni xanım anam Zəhra öpərdi. Peyğəmbər öpərdi. Məlun